Axşamınız xeyir klub üzvləri. Demək, bu düymə ilə biz burada bunları dəyişirik. Gətirib qoyuruq rola. Sonra bunu basıb saxlayıb sayırıq 4-əcən. 1, 2, 3, 4. Bir də 1, 2, 3, 4. Gördünüz? Oldu belə bir speedometer 240 sürətlə. Belə sürə bilərsiniz. Sonra mühərrikin dərəcəsini gedə-gedə, nə bilim, bütün də o danları neçədir, dərəcəsi sadır. Yenə bunu gətiririk, qoyuruq qabına və burada yenə basıb saxlayıb 4-əcən sayırıq. 2, 3, 4. 1, 2, 3, 4. Bax, budur. Demək, hal-hazırda mühərrik 30 dərəcədir. Burada abarotdur mühərrikin, tokun. Burada işlənən tokdur, nə qədər işlənir və nə deyim, bu ikincisini nədir bilmirəm heç. Yəni sürən yerdə mühərrikin dərəcəsini görmək istəyirsə, çox qızıb, çox qızmayıb, beləliklə baxa bilərsiniz. Sağ olun.